Polşada yaşamaq üçün bilməli olduğun ən vacib ifadələr və sözlər. Salamlaşma ifadələrini mən bura ilk gələndə sadəcə cześć və witam sözlərini bilirdim. Amma burada sonra yaşadıkca hejka, şema və s. kimi 4-5 cür artıq salam sözlərini də öyrəndim. Bu arada bunlar cześć sözünü həm salamda deyirlər, həm də sağ ol gedərkən də deyirlər. Dzień dobry. Ən çox eşidəcəyiniz sözlərdən biridir. Hətta bu bütün gün ərzində istifadə edirlər. Axşam 9-10-dan sonra dobry večer deyirik. Nəzakət ifadələrindən ən çox lazım olanlar. Proşe. Proşe buyurun deməkdir. Biri sənə çox sağ ol deyir. Buyurun mənasında da proşe işlədirsən. Buyurun keçin mənasında da proşe işlədirsən. Hər yerdə proşe deyirlər. Dziękuję. Bu çox sağ ol deməkdir. Əslində dziękuję sağ ol deməkdir. Çox sağ ol, bardzo dziękuję. Bardzo çox deməkdir. Daha sonra sorry, yəni üzr istəyirəm, przepraszam. Sözü mən ilk gələndə öyrənəndə bir həftəyə öyrəndim təzəvvür edin. Çünki həm proşe, həm przepraszam falan biraz adamın dili dönmür, amma sonra öyrəşirsiniz. Və kimsə məsələn sizə toxundu və üzr istədi, deyə bilərsiniz ki, nie ma problema. Nie ma yoxumdur deməkdir. Yəni məndə yoxdur. Problem yoxdur. Daha sonra burada bəliyə tak deyirlər, yox isə nie. Tak, nie. Və ilk gəldiyiniz vaxtlarda kimsə sizə polyakça danışırsa, başa düşmürəm demək istəyirsinizsə, deyirsiniz ki, przepraszam, nie rozumiem. Nie rozumiem.